Çağır da bizi. Herkes bura baksın. Ağıllı olun. Bir, iki, bir. Ha. Herkese salam. Bugün Fit Stories'in 3. bölümündeyiz. Af Hanım qonağımızdır. Af Hanım, Af Xalifa Beauty'nin direktoru və sahibidir. Af Xalifa'nın 3 dənə filialı var. Bu arada hər birinizi oralarda da gözləyir. Buyurun, başlayaq. Afa, xoş gəlmisən proqramımıza. Necəsən? Yaxşıyam. Sən necəsən? Yaxşı, çox sağ ol. Bildiyin kimi yeni açılmışıq və ilk görmək istədiyim qonaqlardan biri də sən idin. Çox sağ ol. Bilmirəm, konseptimizi bilirsən, baxmısanmı bizim videolara? Az-çox baxdım, məlumatım var. Aha. Bu arada təbrik eləyirəm. Uğurlu addımdır, uğurlu layihədir. İnşallah. Səsi ucalardan gəlsin. O gün İnşallah. olsun televiziyalardan sənin verilişlərini izləyək. O da olar da, YouTube kanalım artsa daha xoş olar, daha gözəl olar. Pul qazanar. Tak, Afa, bizim konsepti sənə başlayalım. Bizim konseptdə biz bizə yönəlmiş sualları hazırlayıb və yönəltmişik. Peşənizlə və qadınları maraqlandıran bütün suallarla. İndi kişilər yazıbmı, yazmıbmı onu bilmirəm. Xırışa, görsən, çox böyük bir sual var. Mən istəyirəm onu sən çəkəsən. Amma o sual qısadır. Çox qısadır. Heç nə olmaz, özü çəksin. Mən də bir dənə buradan ən naziklərdən mənə az sual düşsün götürürəm. Təsəvvür edin ki, bir xanım salona girir və deyir: "Mən bu gün özümü bir kraliça, bir Kleopatra kimi hiss etmək istəyirəm." Ona hansı masajı tövsiyə edərdiniz? Bu sualı kim hazırlayıbdı? Kimin fikri idi belə bir sual? Süd vannası, bal masajı, yoxsa xüsusi yağlarla aromaterapiya? Kleopatranın gözəllik sirrini sizin salonda tapmaq olarmı? Biz Kleopatra olmaq istəsək, hansını bizə məsləhət görürsən, Afa xanım? Masajların bütün növləri insanı Kleopatra kimi, masajı kimi hiss elətdirir. Xüsusi hiss elətdirir. Deməzdim. İndi belə bir sual verim də. Məsələn, bayaq səhv etmirəmsə, biz biraz masaj haqqında danışanda mən təzə eşitdim ki, sizdə bal masajı var. Və sən dedin ki, bal masajı çox ağrıdan bir şeydir. İndi Kleopatra olmaq üçün biz o cür işgəncə görməliyik. Kleopatra həmişə zövqlü, baxımlı, incə, zərif bir xanım olub, düzdür? Bu bal masajı da antiselülit masajlarda bizdə istifadə olunur. Ona əsasən də deyirlər ki, Kleopatra masajı, yəni incəldən gözəl fiqura yaradan. Bəs yaxşı selüliti yoxdursa? Selüliti yoxdursa, onda relaks, xüsusi yağlarla olan aroma masajı edə bilir. Mən burada qəşəng bir sual girmək istəyirəm. Səhv etmirəmsə, mənə bəzi aparatlarla sizdə də eləmişik masaj və ondan əvvəl başqa yerlərdə də eləmişəm. Mən həmişə deyirdim ki, niyə aparat masajı mənə təsir eləmir? Eləmir. Hə, niyə eləmir? Çünki belə deyək də, tok masajları var idi, tok effekti verir, vibro masajlar var idi, hər hansı bir şey var idi. Amma mən o əzələm kütləmin orada çoxluğundan mən hiss eləmirdim masajı. Yəni, indi bunun mənə xeyri varmı, yoxmu? Çünki mənim öz fikrim var ki, orada xeyri yoxdur. Amma sən məncə professional açıqlaya bilərsən ki, niyə mənə xeyri yoxdur? Aparat masajları ümumiyyətlə trenerlərə heç məsləhət deyil, heç lazım da deyil. Trenerlərin özlərinin yetərincə fit bədənləri var. Onlara sadəcə lazımdır ki, mütəmadi və yaxud hərdən bir relaks masajlar və yaxud aromaterapiyalar olsun. Afa, indi mənim sualımı oxuyuruq. Afaq xanım, Afaq Gəncəliyini deyəsən nəzərdə tuturlar da. Afaq xanım masaj zamanı sizə məni elə masaj elə ki, efirə çıxanda 10 il cavan görsənim deyə tapşırıq veribdimi? Yoxsa o sadəcə sizin əllərinizə güvənib, gözlərini yumub uzanırmı? Yox, elə bir tapşırıq verməyib. O zaten rəfiqəsinin məsləhətindən adımı eşidib, gəlmişdi və demişdi ki, mən sizin adınızı çox eşitmişəm, sizə güvənirəm, özümə etibar edirəm sizə, nə məsləhət də eləyin. Biz də əlimizdən gələni eləmişik. Zaten Afa xanım çox fitdir, gözəldir. Fitdirmi, yığılmadı mı? Çox qəribə bir sual. İndi qalmaqallı bir sual oldu, amma fitdirmi yoxsa? Fitdir, xanım fitdir. Gerçəkdən onun yapısı fitdir, doğuşdan fitdir. Var elə Hər insanlar. adamlarda Genetikalar elə. o yoxdur, amma bəzi insanlar seçilir, doğuşdan seçilir. O həmişə səhnədə də seçilib, zövqlü,
Özünə məxsus tərzi var xanımın. Biz çılpaq görməmişik də sən görmüsən. Bədəni də estetikdir, yetərincə estetik, gözəl bədəni var, baxımlıdır. Şərt deyil ki, əməliyyat zaten %90-ı edir. Hamımız edirik. Edir, amma Afaq xanım yapısı gözəldir. Çoxu elə bilir ki, masajist ancaq bir otaqda işləyir. Siz masaj edərkən 3 böyük salonluq bir imperiyanı necə qurdunuz? Bu yolda ən böyük çətinliyiniz nə oldu? Maliyyə yoxsa insanların qadın tək başına bacarmaz düşüncəsi? Yaxşı sualdır. Sən bu 3 salonu necə bacardın? Bildiyim qədər ailə və yetərincə başını qarışdıracaq işlərim var. Yəni salona necə vaxt ayırdın? Necə getdin masaja? Vəbşi masaja səni aparan nə oldu? Masaja məni aparan qızımın ayağında olan xətlərin düz gəlməməsi displaziya diaqnozu olub. İntereсно. Qəşəng. Hə, biz ona masaj elətdirirdik mütəmadi. 1 yaşa qədər ona bu masajlar lazım idi ki, o xətlər düzəlsin, qaydasına düşsün. Aha. Oradan mən masaj elətdirəndə qızımızı baxırdım ki, necə gözəl peşədir. Həm şəfa verir, həm yaxşı insanlarla tanış olur, həm özəl işdir və sərbəst qrafikdir və gəliri də yetərincə yaxşıdır. Əsas sualım, uşağın ayağı düzəldimi? Bəli. Xeyirli olsun. Çox sağ ol. O zaman sən Oradan əslində sevgi bunu yarandı məndə sən masaja. əslində bunu elə bil öz övladıva edərək öyrənib o cür sevgi ilə edirsən. Bəli. Tamam. Burada bir sual yaranır ki, siz masajista pul verməmək üçün öyrəndiniz, Aha. yoxsa özüm evdə eləyim, artıq pulum getməsin deyə, yoxsa Birinci uşağım üçün öyrənmişəm, sağlamlıq üçün ki, bu çox gözəl, şəfalı işdir. Həm də ekonomiya eləmisən də. Həm qənaətdir, həm də gəlirli işdir, yetərincə gəlirli işdir. Sevirəm mən bu peşəni. Uşağıma görə Mən sevirəm, masaj sonra isə gəlirinə görə sevirəm. Mən masaj təcrübəmə görə birazdan səndə təcrübə eləmişəm, axı onları sonrasında soruşacağam. İndi isə əsas suallardan ikincisi. Masaj edərək bu yerlərə gəldiniz. İlk qazandığınız pulla nə etmisiniz? O an ağlınıza gələrdi ki, bir gün 3 salon sahibi olacaqsınız. Qəşəng sualdır. İlk qazancımdan mən evə çoxlu şirniyyatlar almışam. Çünki belə bir deyim var ki, Şirin al. şirinlik. Hə, ilk mənim alış-verişim şirin konfetlər, şirniyyat, piroqlar, o bu. Evə əli dolu getmişəm ki, mənim ilk qazancımdır. Qoy xeyirliyə nəsib olsun belə. Bəs nə vaxt başlamısan? Neçə il əvvəl? Neçə il əvvəl, 10 il əvvəl başlamışam. O qədər təcrübəlisən. Burada söz ata bilərik də, yəni 10 il təcrübə, hansısa masajistlərə bir söz atmaqda, yoxsa yox? Masajın mən məktəbini bitirmişəm, diplomunu, sertifikatını almışam. Kimlənsə yarışırammı? Xeyr, əsla. Mənim öz mövqeyim, öz yolum var. 5 aşağı, 5 yuxarı. Tanımırsanmı, yarışmırsanmı? İkisi fərqli şey. Yarışmıram. Sevmirəm yarışmağı. Tamam. Öz yolumdan getməyi sevirəm. Sən oxu. Bu məndən də yaxşı. Sən məndən pis oxuyursan, mən bundan pis Mən oxuyuram. pis oxuyuram. Dvoyçnitsa olmuşam. Afra xanım, indi hər kəs bir aylıq kurs keçib əlinə masaj yağı alır. Amma masaj sadəcə texnikadır, yoxsa bu bir əl vergisidir. İnsan bədənini hiss etmək öyrədilə bilər, yoxsa o enerji insanın daxilində doğulmalıdır. Qəşəng sualdır. Yaxşı sualdır. Həmişə cavablandırmaq istəmişəm. Zarafatsız o, Səhifəmdə bir şəffaf neçə əllər. çıxışlarım da var. Çəkdirmişəm. Elə yaxşı sualdır. O insan bədənində doğulmalıdır. O enerji, o istək içdən gəlməlidir. Çoxları bunu pul xatirinə edir, amma bu o effekti vermir. Ona canını qoyub, əmək sərf eləyib, can yandıraraq o xidməti təqdim eləmədinsə, eləmə bu işi. Mənim yadımdadır, mən başqa bir yerdə də masaj eləmişdim. Orada xanımdan eşitmişdim, onu başa düşmədim. İndi sən açıqladın, mən başa düşdüm. Deyirdi ki, kimsə gəlirdi yanıma və gəlirdi, deyirdi, ağırlığını tökməyə üstümə. Hə. Mən də başa düşmürəm nə deməkdir. Akaziyatsa, siz masaj eləyəndə ağırlığımızı götürürsünüz, bizim gərginliyə. Bəli, bəli. Və sonra onu necə atırsınız, o duzla yuyuram elə gedir. Yoxsa necə? Hər masajdan sonra pasiyent əllərini yaxşı-yaxşı yumalıdır.
su saflıq, təmizlikdir. Bizim neqativ enerjimizi əllərimizdən yuyub aparır. Onu bilmək istəyirəm. Paklığı Yəni neqativ qaytarır. əllərdə ilişib qalır yoxsa verirmi bütün bədənə artıq? O moda düşürsünüzmü? Gərginliyə keçirmi? Gərginliyə keçirik, onu çalışmaq lazımdır ki, daxilə buraxmamaq və həmən əllərimizi yaxşı-yaxşı yumalıyıq. Afı xanım, nəyi demək istəyirəm? Sizdən əvvəl getdiyim yerlərdən sonra ən son sənə gəlib sizdə qalmışam da. Mən heç yerə getmirəm ki. Prosta sizdə ən çox bəyəndiyim, seçdiyim xidmətlər var da. Bir əl masajı, relaks masaj. Yatıb qalmışdım bir dəfə. Bir əl masajı. 2 solyariumumuz çox qəşəngdir, lampalar. Yəni mən orada necə zaqar eləyirəm, hamısı məndən soruşurdu. O ciddi lampaları bilmirəm. Ay 8 aparatı. Yəni baxımını yaxşı Yaxşıdır, eləyirsiniz. bəli. Bir də ki lazer. Lazer. Bir il ərzində ən sonda sizdə Ən çox elədiyim işləyən lazerdə. sahəmizdir lazer. Hətta Da. bir mərkəzdə ikisini quraşdırmışıq, çünki çatdırmırlar aparatı. O Nuray xanım, adını da burada deyirəm, Nuray xanım, çox bəyənirəm. O necə mənə lazer eləyirsə, çox şükür bir ildir gəlməmişəm. Peşəsini sevir ona görə. Bir ildir sizə gəlib çıxamıram. Yəni o qədər yaxşı eləyib ki, bir Hə. ildir ehtiyac yoxdur. Ehtiyac yoxdur gəlməyə. Tak. Növbəti sualı bizim Ben sizin ders sağlarım, ders sağlarım. aha. Afı Hanım, 3 salonunuz var. Ay maşallah. Evet. Göz değmezsin, buradan gözünüzü. Çox sağ Ama ol. hem de 2 evladınız var. Bəli. Üstelik həyat yoldaşınız ve ailenize de zaman ayırırsınız. Eşittiğimize göre WhatsApp statuslarınızı deyirlər var. Aha. Düzün deyin, sizin gününüz 24 saattir yoksa 48, bu balansı necə qoruyursunuz? Qəşəng. Düzgün bölgə aparmaq lazımdır. İşə də vaxt ayırmaq, ailənin öz günləri var, işin öz vaxtları var. Düzgün, ağılla bölgə aparsan, hər yerə, hər şeyə çatmaq olur. Saat neçədə durursunuz? Saat 7-də dururam. Oyda, o tay durur da. Bəs neçədə yatırsan? Neçədə yatıram? 12-1 arası. 7 saat da yaxşı. Normal. Mən sevmirəm çox yatmağı. Mən sevirəm aktiv olmağı, Mənim anam məşqə həmişə deyir getməyi. ki, vaxtı gələcək, yatmaq istəməsəydi Ay, yatmalı sağ olacaq. ol. Yəni O evdə söyləyir. oturacaq vaxtlarımız çox olacaq. Mən sevirəm aktiv həyat tərzini. Uşaqlar neçə yaşda? Qızımın 16 yaşı var. Oo. Ay, Aha. Oğlumun 12 yaşı var. Sən xəbərin var da sən məndən yaşlısan. Hə. Eyni yaşdayıq. Sənin yox, mənim xəbərim olmalıdır. 16 yaş. Wow. Bax bu uje başqa bir məsələdir. Yəni biri var, mən elə bilirdim bir 8-10 yaşında uşaq vardı. 16 bir də 12. 12, hə, böyükdür uşaqlarım. Uje ərgənlikdir. Sən ərgənlik Hə, böyükdür uşaqlarım. Onlar kiçik olanda kaprizmlər mən evdə yoxsa olmuşam. yaxşıdır? Yaxşıdır, ağıllı uşaqlar. Əslində sən uje tezdən durmağa ehtiyac yoxdur. Axı sən ki uje Yox, böyüyüb mən özü özüm durub sevirəm. gedir. Daxilimdə var o. Özümə belə həyat rutini qurmuşam. Tezdən dururam, məşqimə gedirəm, işimə çatdırıram. Hə, məni özünə Məncə də. nümunə götürüb, hansısa bir istirahətə gedəndə, harasa gedəndə orada məndən bəhs eləyir, eşidirəm, qulağıma çatır. Bu da mənə qürur verir, daha da düzgün yolda olduğumu bir daha təsdiq edir. o ne olmak istedim? Masaryst olmak istedim. Düşünürüm. Masajist yox, şəxsi işini qurmaq istəyir. Həd bilibsən. Bu sual hemşe ben düşüreyim. Yo, sən oxumursan. Birinci Afa xanım sırayla gedək də. Mən oxuyorum. Arxa-arxaya ancaq özün oxumaq istəyirsən. Ben oynuyorum. Aha. Azərbaycanda hər addım başına gözəllik salonu var. Amma niyə insanlar məhz sizin üst salonunuza gəlir? Digərlərində olmayan, amma sizdə olan Af Xalifa nədir? Yaxşı sual. Bizdə olan odur ki, biz sevgi qatmışıq işimizə. Tək standart xidmətləri yox, insanlara xüsusi yanaşma, sevgi, səmimiyyət var Mən işimizdə. gözəl nəticə deyərdim. Heç kəs. Gözəl nəticəmiz də var, amma bir tık üstünü sevgidir bizdə. Belə deyim, mən sənin özünlə ünsiyyətdə olandan, yəni səmimiyyətimizdə onsuz da şübhə yoxdur, söz yoxdur.
mən yeşikçəsinə belə şeylərdə yəqin ki, nəticəyə görə gəlirəm. Təbii ki, o öz yerində, amma Səmimiyyət də sənin özündə var deyə. Məncə bilsən necədir, mənim fikrimcə. İşlədən adam, yəni sənin salonundaxı, özü səmimi olanda elə bil kollektiv də səmimi yığır. kollektiv də səmimi olur. Adam necədirsə, ətrafı da elə olur da. Deyir ki, soruşurlar necə insandır, deyir dostunu görsət özünü deyim. Bu da həqiqətdir. Həyat yoldaşınız sizdən masaj istəyəndə ona növbəyə yazıl deyirsiniz, yoxsa evdə işləmirəm deyib mövzunu mu bağlayırsınız? Vəbşi masaj eləyirsənmi yoldaş? Yəni bu baxımdan bəxtəvərdirmi? Yox, bəxtəvər deyil. Niyə? Mən həmişə işdən gəlirəm, yorğun oluram. İş mühiti, səs-küy, insanlarla bütün günü isti münasibət, həm fiziki yorğunluq, mənəvi yorğunluq, gəlirəm evə. Məncə o sən masaj eləyər, nəticədə o çıxacaq. Elə olur. Elə olur. Nigar Camal kimi məşhur xanım qapınızı döyür. Bu sadəcə dostluqdur, yoxsa o həqiqətən də sizin sehirli əllərinizdə dincəlməyə gəlir? O rəfiqələrindən eşidib, bizim yaxşı işlərin sədalarını eşidib, bizə müraciət edib, bəli. Yox, sırf sənin özüm üçün, bəli. Nəticə almaq. Bədən haqqında bir kommentariy vermək istəmirsən? O xanımın bədəni çox fitdir. Yəni, doğrudan da matanıdır? Doğrudan matanıdır yoxsa? Bəli, bəli. Doğrudan matanıdır. Yəni, bilsə nə demək istəyəm, hansı növ masaja gəlirdi? Hansı növ masaja? Relaks yoxsa figura? Relaks və yüngül xırdapara sidilifi. Aha. Yüngül. O 30 plus hər kəsdə zaten olur, normaldır. Düzdür, xanım idmanla məşğul olur, amma cüzi toxunuşlar etdiksə. Olsa belə sırazı kökündən dəymək lazımdır. Sırazı. Vəbşi mən bildiyim qədər sellütü tutduğun anda hələ az ikən qurtulmaq lazımdır. Bəli, sonra dərinləşir. Çox dərinləşir və dərinin özünü parçalayır bildiyim qədər. Və ondan sonra, məsələn, tələbələrimdə olub da, hər yeri qəşəngdir, gözəl xanımlardır. Amma sellüt qədər prostoy bir şeyə başında götürmüblər deyə. Müdaxilə edəmirlər, iş işdən çıxır. Ən ağır belə sellüt forması var da, hansısa? Var. Onu həqiqətən tamamilə yox edə bilərmi? Masaj, hər hansı bir şey? Eləmək olar, əgər xanıma buna büdcəsi, səbiri, vaxtı. Nə qədər müddət alar? Bir xanımımız var idi, 50-60 yaş civarında olardı, belə dəqiq yaşını soruşmamışdıq. Xanım çox belə streslərdən keçmişdi, uzun müddət baxımsız qalmışdı, depressiyalardan sonra, özünə gələndən sonra bədəninə baxıb qorxmuşdu xanım. Çox tökülmüşdü bədən. Solitlərin ən ağır dərəcəsinin ən yüksək levelindaydı da, yəni o solitlərin lap belə dərin levelində. Xanım gəldi, biz onunla bir ilə yaxın işlədik. Düzdür, yenə də fit olmadı xanım, amma heç olmasa normal insanların arasına girə bildik. Qəşəng sual gəlir. 3 salonun idarəçiliyini yüzlərlə... Niyə 3 salon bu qədər... Sən 4-cü nə vaxt açırsan? 3 salonun idarəçiliyini yüzlərlə müştəri, işçilər, bəs qadın xoşbəxtliyi, şəxsi həyatınızda bu salonların dəhlizində qurban vermisinizmi? Yox. Yəni salon sayı artdıqca şəxsi həyatında hər hansı bir problem olmurdu? Yox. Onda arta bilər. Əksinə. Maşallah. Demək ki, sən salon artdıqca evdə daha xoşbəxt olursan. Bəli. Və daha çox enerjin olursan. Daha çox dəstək alıram, daha çox motivasiya alıram. Super. Tərif alıram. Bu da məni daha çox ilhamlandırır, qanadlandırır. Xeyirli olsun, biz tək istəyirik ki, açılsın, biz də gələk gözəlləşək. Gözəllik sektorunda rəqabət çox sərtdir. Xanımlar arasında bir-birinin ayağını qazmaq daha asandır, yoxsa dəstək olmaq? Siz bu yolda tək qadın olduğunuzu hiss etmisinizmi? Rəqib mən görmürəm, çünki rəqabətə girmirəm. Həmişə də çalışıram öz mövqeyimlə gedim. Xanımların bir-birinin ayağının altını qazanlar bəli var, amma boş vaxtda mən çalışıram ki, dəstək olanlardan olum. Kimi gördüm işsiz, həmən onu qapıram, gətirirəm, bir peşə sahibi eləyirəm, işlə təmin eləyirəm. Düzdür, çoxsu təəssüf ki, nankördür. Yarı yolda qoyub qaçırlar, amma özləri bilə, canları sağ olsun.
Bütün qabı boşaltdıq. Amma sənə deyim, ən çox sual sənə gəlib daha. Mən daha bizim 2 çəkimdə bu qədər sual olmamışdı. Ya masaj çox maraqlıdır, ya AFA çox maraqlıdır. İnşallah o prosesdə indi sonlandırana yaxın biləcəyik. Məşhurlarla işləməyin ən çətin tərəfi nədir? Onlar çox kaprizlidirlər, yoxsa əksinə adi insanlardan daha çox dözümlüdürlər? Onların reklamı sizə nə qazandırır? Səhv eləmirəmsə, mən də o məşhurlardan biriydim. Da, gəlmişdim ilk dəfə. Biz səninlə ilk neçənci ildə tanış olmuşuq? 2022. Mənim ayağım qırılıb. 22-23 ərəfəsi idi. Hə. 2022-2023 ərəfələri idi belə. Bizim ortaq tanış bizi birləşdirmişdi, Hə. tanış eləmişdi. Tanış eləmişdi. Məşhurlar çox kaprizli deyil, çox yaxşıdırlar. Deyil. Elə onlar qıraqdan belə soyuq, egoist görsənirlər, amma onlara mehriban. Yəni səni Çox özlərinə mehriban. yaxın buraxırlar hər Hə, zaman. Məncə o sənin enerjindən də bağlıdır. Çünki ola bilər. da, çünki Ola bilər. enerjin açıq, səmimidirsə, insanlara yaxşı təsir Çox edir. mehriban, normal. Onlar nə qazandırır? Onlar çox müştəri qazandırmır, amma yaxşı reytinq qazandırır, adsan qazandırır. Tanıtıma çox dəstək olur. Bundan sonra sən də məşhur sayılırsın, xəbərin olsun. bizim kanalımız tam istədiyimiz Mən yetərincə məşhuram. Bir dəvət almışdım seminara. Gördün? Öz güvən Nədən budur. belə düşünürəm, nədən belə deyirəm, onu da deyim. Aha. Seminara dəvət eləmişdilər məni Fairmont oteldə. Getdik, aparatların sərgisi idi. Mən orada zavtraq idi və sərgi idi. Çıxışlar bitdi, hamı başlayıb nəsə yeməyə, içməyə. Mən həmişə işdə olmuşam da, çox belə sosial şəbəkələrdə, nə bilim, tədbirlərdə iştirak eləməmişəm. Ancaq bir fokusum var ki, mən bunu yaxşı eləməliyəm, çoxaltmalıyam, öz məqsədim, öz yolum var. Getdim orada. O dəqiqdir. Hə. Orada bir kənarda belə özüm üçün nəsə belə içki götürmüşəm, meyvə şirəsidir. Baxıram, mənzərə çox gözəldir oradan. Baxdım ki, mənə yaxınlaşdı orada Dürrəmləndin spa direktoru Mina xanım ki, sizi mən tanıyıram, izləyirəm. Hər dəfə gəlirəm sizin mərkəzə, amma sizi görə bilmirəm. Həmişə siz müştəri ilə işləyirsiniz və yaxud nəsə görüşləriniz olur. Çox aktiv xanımsınız. Mən sizi çox görmək istəyirdim, amma sizi nə xoş təsadüf ki, burada gördüm, tanış oldum. Öz vizitini mənə təqdim elədi. Hətta işdə təklif elədi. Dedim, artıq gecikmisiniz, öz mərkəzimi açmışam. Xeyir olsun. Hə, çox sağ ol canım. Afa, çox şad oldum. Mən istəyirdim həmişə səni çəkim, yadındasa deyirdim ki, qoy mən öz proqramımı açım. Yəni bir şey olsa mən səni də görmək istəyirəm. Dediyim kimi ətrafımda fərqli tip insanları çox sevirəm. Amma şadam ki, belə milli dəyərlərimizi qoruyan bir xanımımız qalıb dəhlədə. Çox sağ ol, Ürəyim qonağımız oldun. Görüşərik inşallah. İnşallah. Masaja gələcəm. Buyur, gəl. Sağ olun. Sağ olun.